Salam, Zəfər kursunun sertifikasiya və müəllimlərin işə qəbul imtahanına hazırlaşan müəllimlər üçün tərtib etdiyi sınaq toplusundan birinci sınağın izahına başlayırıq. Birinci sual. Choose a correct variant. Doğru variantı seçin. 1. A rather good idea. Bu doğru ifadədir. Çünki rather'ın sağında, solunda en artiklın gəlməyi normaldır. Əgər rather'dən sonra sayıla bilən tək isim gələrsə. Baxır ki, burada idea mücərrəd isimdir, amma sayıla bilən isimdir və həm də təkdədir. Ona görə a rather good idea doğru ifadədir. A rather good idea bərabərdir rather a good idea, yəni o cürdə olsaydı doğru olardı. 2-yə baxırıq, 2 yanlışdır. Deməli, quite sonunda t gələn quite sözü sakit deməkdir. Amma sonunda gələn quite sözü tamamilə olduqca deməkdir. Deməli, burada demək istəyirmiş ki, elə sakit qız. Ona görə sonunda t gəlməlidir. Bu yanlışdır. 3-ə baxıram, such nice people. Bu doğrudur. Saçdan sonra ismin gəlməyi mütləqdir. Burada isim görür people cəmdədir. Ona görə də artikel işlənməyib. 4-də sakit maraqlı filmlər yox, tamamilə maraqlı filmlər, olduqca maraqlı filmlər olardı. Deməli, burada quite bu cür yox, sonunda gəlməliydi tamamilə olması üçün. 5-ə baxırıq, rather important information. Information sayıla bilməyən isimdir və ona görə rather'ın sağında, solunda artikli yoxdur. Deməli, doğru ifadədir. So good news yanlışdır. So'dan sonra ya sifət gələ yazar, amma isim gələ bilməz. Ona görə 6 yanlışdır. Doğru cavabımız olacaq 1, 3, 5, B bəndi doğru cavabdır. İkinci suala baxırıq. Choose a correct variant. Doğru variantı seçin. 1. Mr. Brown would like his son to be a surgeon. Would like mürəkkəb tamamlıq mövzusundan bilirik ki, would like-dan sonra feil tulu gəlməlidir. Yəni, o feili tulu məstərlə tələb edir. Ona görə bu doğrudur. 1 doğrudur. 2 də doğrudur. I saw you dance in the yard. See əqlanlaş bildirən feildir və özündən sonra gələn feili ya tuzsuz məstər formasında ya da ing ilə qəbul edir. Burada da görür tuzsuzdur. Deməli, doğru variantdır. 3-ə baxırıq. His mom wants him. Want özündən sonra feili tulu tələb edir. Heç vaxt ing ilə olmaz. Ona görə 3 yanlışdır. 4-ə baxırıq. She believes Mark to be olardı. Believe də özündən sonra gələn feili to ilə tələb etdiyinə görə 4 yanlışdır. 5 isə doğrudur. O da özündən sonra gələn feili to ilə tələb edir və burada görür to var. Ona görə doğru cavabdır. 1, 2, 5 deməli doğru cavab olacaq. 3-cü suala baxırıq. Modal feillərlə bağlı olan bir sualdır. Had better özündən sonra feili tusuz tələb edir. Görürük burada to yoxdur. Deməli 1 doğrudur. Do you need write this? Əgər bu modal feildirsə, bunun sualı need you olardı. Need keçərdi you-dan əvvələ ya do ilə yazılmaz. Yox, əgər əsas feildirsə, do you need to write olardı. Ona görə 2 yanlışdır. 3-ə baxırıq. Had we better. Had better dedik ki, özündən sonra yəni feili to ilə yəni tələb etmir. Ona görə to işlənməz. 3 yanlışdır. 4 doğru ifadədir. Tək-question mövzusundan bilirik ki, əgər birinci tərəf təsdiq olarsa, ikinci tərəf inkar. Yox, əgər birinci tərəf inkar olarsa, ikinci tərəf təsdiq olar. Burada görək birinci tərəfdə he won't be able to come. Birinci tərəf inkardır və ikinci tərəfdə təsdiq verib. Deməli, doğru cavabdır. 5 yanlışdır. Əgər needed veribsə, deməli bu modal feildir. Modal feil olması üçün özündən sonra mütləq feil gəlməlidir. Amma burada any help gəlib, feil deyil. Bu belə olmalıdır cümlə. I don't need any help. Əsas feil olmalıdır və onda inkarı need not yox, don't need olardı. 5 yanlış cavabdır. 6-ya baxırıq. Would rather'ın yəni özündən sonra tələb edəcəyi feil tuzsuz olur. Bu da doğrudur. Deməli oldu 1, 4, 6. Keçirik 4-cü suala. How many sentences in the passive voice are correct? Neçə cümlə, yəni məhculda doğru işlənib baxırıq. Əgər cümlə sual cümləsidirsə və cümlənin sonunda sifət, zərf və isimsiz forma işlənir, yeri əvəzliyi gəlirsə, bu cümlə məhcul növ hesab olunmur. Burada awful görürük, sifət gəlib və bu məhcul növ deyil. 2-də are you pleased with my answers? Bəzi feillər var ki, onlar deməli məhcul növə oxşuyur, to be feilsət 2 formasına oxşuyur, amma o məhcul növ deyil, yəni feilin özü bu cürdür. Məsələn, to be pleased, to be tired, to be interested, to be located, to be situated. Bu da yəni 2-də də ki, are you pleased with bu ifadənin özüdür, deməli məhcul növ deyil. 3-ə baxırıq. Əgər cümlə təsdiq cümlədirsə, to be ilə feil sifət 2 ard-arda gəlməlidir.
Ona görə bu yanlış cümlədir. Yəni məhsul növ deyil. Cümlə olaraq doğru cümlə, sadəcə məhsul növ deyil. 4-ə baxırıq. Təsdiq cümlədir və to be ilə fe'l sifəti ki ard-arda gəlir. Deməli bu məhsul növdür. Deyir ki, şagirdlərin hər biri danlandı. 5-ə baxıram. The man has just been offered. Yenə təsdiq cümlədir və to be ilə fe'l sifəti ki ard-arda gəlib. Məhsul növdür. Doğru cavabımız olacaq B bəndi. 2 dənə, yəni burada məhsul növ var. 5-ə baxırıq. Choose a correct prepositions deməli sözünü ilə bağlı olan cümlədir. Daha doğrusu testi. The literature is rich in. To be rich in zəngin olmaq. Bu doğrudur. 2 yanlışdır. They were sitting under the rain yox, in the rain olardı. Onlar yağışın altında oturmuşlar, in ilə işlənir. Sonra I entered, enter'dan sonra into, to heç bir işlənməz. Deməli 3 də yanlışdır. To be responsible for ilə işlənər, 4 doğrudur. Congratulate on ilə işlənər, 5 də doğrudur. Doğru cavab 1, 4, 5, A bəndi. 6-cı sualda choose a correct variant, doğru variantı seçin. Bir yanlışdır. The young's opinion olmaz. Çünki İngilis dilində isimləşmiş sifətlər var ki, the young, gənclər, the old, qocalar, the poor, kasıblar, the rich varlar. Bunların yəlihalı of sözü ilə birləşir. Nə s apostrof, nə yaxud da ki, apostrof s düzəlməz. Ona görə bir yanlışdır. Məsələn, deyirəm ki, qocaların problemləri the problems of the old olacaq. 2 doğrudur. People's independence, people həm adamlar mənasında özü cəmdədir, xalq mənasında təkdədir və bu da cəmlənərkən xalq mənasında kökünə s artırılır. Xalqların müstəqilliyi doğrudur. 3 yanlışdır. Mothers-in-law, in ilə birləşən, yəni yaranan mürəkkəb isimlərin təkinin də, cəminin də yerli apostrof s ilə düzələr. 4 doğrudur. A few days race, a few-dən sonra sayıla bilən cəm isim gələrdi, gəlib. 5 yanlışdır. Ever'dən sonra cəm isim gəlməz, sayıla bilən tək isim gələrdi. Some ships bu doğrudur. Some'dan sonra ya sayıla bilən cəm gələr, ya da sayılmayan gələr. Ship'i də təki cəm eyni olduğuna görə işlənə bilir. 2, 4, 6 debəndə doğru cavabdır. 7-ci suala baxırıq. Suddenly she, burada deyir ki, qəfildən o bərkdən qışqırdı və yerə yıxıldı. Ardıcıl baş verən hərəkətlər həmişə keçmiş sadə zamanda olur. Ona görə olacaq gave, given keçmişi gave, fall'un da keçmişi fell. 8-ci suala baxaq. Burada confusing verb, yəni çaşdırıcı feillərlə bağlı olan bir testdir. Deməli, to lay, nəyisə qoymaq, yerləşdirmək. Bunun keçmiş zamanı lay'dir. Fe'l sifət ikisi laid, fe'l sifət biri laying. Sonra to lie, uzanmaq, keçmiş zamanı olacaq lay, laying və fe'l sifət 2 forması. Baxıram birinci suala. I have lain down to rest. Demək istəyir ki, mən dincəlmək üçün uzanmışam. Deməli, indiki bitmiş zaman hər fe'l sifət 2 ilə düzəlib uzanmaq mənasındadırsa, deməli fe'l sifət 2-si bunun düzdür, layin. Deməli, birinci cümlə düzdür. 2-yə baxıram. I asked my mother to lay down as she looked exhausted. Anamdan xahiş etdim ki, o yorğun göründüyünə görə uzansın. Bu uzanmaqdırsa, deməli bu formada olmalıdır. To lie, bu cür olmalıdır. Deməli bu yanlışdır. Həm də deməli bu birinci yazdığım ki var, nəyisə qoymaq, yerləşdirmək. Bundan sonra mütləq tamamlıq gəlir. Amma ikincidən sonra tamamlıq gəlmir. Çünki təsirsiz feildir ikinci. 3-ə baxıram. My father lay on the sofa. Atam divanda uzanmışdı. Bu lay fiilinin keçmiş zamanı lay'dir. Bu doğrudur ifadədir. Deməli, 4-ə baxıram. He was lying on the bed watching TV. Laying daha doğrusu. O televizora uzanaraq baxırdı. Bu uzanmaqdırsa əgər, yəni özündən sonra görəcək ki, burada tamamlıq yoxdur. Bu belə formada yazılmalı idi. Yəni bu cür yox. Deməli, 4 yanlışdır. 5-ə baxıram. Pərdə qalxdı. Pərdə qalxanda insanlar çəkilib getdilər. Deməli, pərdə özü qalxıb. Rise təsirsiz feildir. Yəni özündən sonra tamamlıq istəmir və keçmiş zamanda rose'dur. Bu doğrudur. 6-da isə we watch as the moon raise. Ayı kimsə qaldırmır. Raise qaydalı təsirli feildir. Özündən sonra deməli obyektə tələb edir, yəni tamamlıq tələb edir və onun qaydalı feil olduğuna görə keçmişi də id ilə düzəlir. Amma burada yəni ayı kimsə qaldırmır, özü qalxır. Ona görə bu yanlışdır. Deməli doğru cavab olacaq 1, 3, 5. C bəndə doğru cavabımızdır. 9-cu suala baxırıq.
Bilir ki, ofla birləşmənin birinci tərəfi həmişə Z-dir. Deməli, birinci olacaq Z. Sonra is triqalə flex. Flex sayıla bilən təqsimdir və qarşısında da təsvir edici təyin var. Deməli, qarşısında E olacaq. Z, E. Sondadır ki, miqdar sayının qarşısında heç bir artikl işlənməz. Deməli, Y bəndə doğru cavabdır. 10-cu suala baxırıq. Paris is a city in Z olmaz. Z-dən əvvəl sözün işlənə bilməz. 2-də is the imitation cansız isimdə özündən sonra ya which gələrdi, ya Z gələrdi. 3 də yanlışdır. The films ya olmalıdır the films demonstrated ya da the films which were demonstrated olmalıydı. Ona görə 3 də yanlışdır. 4-ə baxırıq. He describes a collection that. Bu doğrudur. Collection, kolleksiya cansız isimdə özündən sonra Z gəlib doğrudur. Put the books where it belongs. Kitabları məxsus olduğu yerə qoy. Hara ki məxsusdur, bu doğrudur. Deməli 4-5 doğru olacaq. Deməli doğru cavabdır. 11-ci suala baxırıq. I needed to have my haircut. Deyir ki, saçımı kəsdirməyə ehtiyacım vardı. Burada needed görürsə, deməli, modal feil olarkən onun sonuna heç nə artıra bilməli. Deməli, bu əsas feildir. Əsas feil isə biz bu cümlənin sualını did ilə düzəldərdik. Bu cümlə belə olardı sualda. Did I need olardı. İdi-də düşərdi. Deməli, aşağıda mənə did köməkçi feil lazım olacaq. Mən didin üstünə xətt çəkirəm. B-yə baxıram. B bəndində inkar olmaz. Çünki cümləmiz yuxarıda təsdiq formada. Deməli, həm A, həm B yanlışdır. C də olmaz. Çünki bat verirəmsə, əgər yuxarıda cümlə təsdiqdirsə, bat verib inkar verirəm. Yox, yuxarıda cümlə inkarsa, bat verib təsdiq verirəm. Hər ikisi yəni təsdiq olub, bat verib yenidən təsdiq vermək olmaz. D bəndi də yanlışdır. Çünki yuxarıdakı cümlə gərək inkar olardı ki, mən ona cavabı naizə ilə verərdim. Doğru cavab E bəndidir. 12-ci suala baxaq. It don't olmaz. It doesn't olardı. Sonra 2. 60 days is not enough. Doğrudur. Deməli, mübtədə əgər məsafə bildirən, məbləğ bildirən isimlərlə, ifadələrlə ifadə olunubsa, bu zaman xəbər təkdə olur. Bu doğrudur. A pound of cookies. Ofdan əvvəl, sözündən əvvəl tək isim gəlib, ona görə xəbər təkdədir. Bu da doğrudur. The principal and her husband. Direktor və onun həyat yoldaşı. Bunlar 2 nəfər olduğuna görə is yox, are olardı. 4 yanlışdır. 2-3 A bəndi doğru cavabdır. 13-cü suala baxırıq. Deməli, evdən sonra of olmaz. D bəndini buradan çıxıram. Sonra A bəndə yanlışdır. All of the girls did Zeya olardı. Ona görə A yanlışdır. B bəndə doğru cavabdır. Boss hər 2 nəfər ikisi olduğuna görə yenə Zeya olardı. 7-dir ki, nandan sonra of the girls doğru gəlir. Sadəcə hers-dən sonra nə, yəni isimsiz işlənən yəri əvəzlərindən sonra nə isim, nə də isimləşmiş sifət gəlməz. Ona görə 7 yanlışdır. 14-də baxırıq. How many variants are correct? Neçə dənə variant doğrudur? No-dan sonra artikl gəlməz. Deməli, bir səhvdir. Sam, azə, bu doğrudur. Samdan sonra ya sayılmayan isim gəlir, ya da sayıla bilən cəm isim gələr. 3 yanlışdır. Çünki matchdan sonra match müqayisə dərəcəsinin sözü olduğuna görə match more questions olardı. 4 yanlışdır. Çünki azəzdən sonra, sonunda bu S olan, özündən sonra isim gəlmir. 5 doğrudur. More cups of coffee. Bu doğru ifadədir. Another 2 days, bu da doğrudur. Normalda another və everydən sonra sayıla bilən tək isim gələr. Amma bir halda every və anotherdən sonra sayıla bilən cəm isim gələr ki, onlar yəni anotherdən sonra, yəni ortada miqdar sayı olsun. Ona görə bu doğrudur. Doğru cavab 2, 5, 6. 3 dənə doğru cavabımız var. C bəndi doğru cavabdır. 5-ə baxırıq. Neçə dənə variant doğrudur? She asked if was there bağlacıdan sonra yəni sual forması olmaz. Yəni ümumiyyətlə cümlə qurarkən sual cümləsi olsun, təsdiq cümləsi olsun, demək ikinci tərəfdə sual forması olmur. Burada there was olsaydı doğru olardı. Ona görə 1 yanlışdır. 2-yə baxıram. Had you to. Had to modal feildir. Onun sualı didlə düzələr. Yəni had qarşıya keçməz. Ona görə 2 də yanlışdır. Want to know-dur. Aslı. Bunların sonra zət gəlməz. Ona görə 3 də yanlışdır. Do you know who did it? Bu doğrudur. Buradakı who-dan sonra didin gəlməyi bilirsən bunu kim etdi? Burada who mübtədə rolunda, did də xəbər rolunda iştirak edir. 5 yanlışdır. How much is the bu cost olmaz. Cost əsas feil olduğuna görə bunun sualı is yox, does-la düzələrdi. Doğru, bircə dənə doğru cavabımız var. O da A bəndi eləyəcək. 16-ya baxırıq. The words. Deməli, 2 dənə söz yazmalıyıq ora ki, onlar yaxın mənalı olsun. Yəni sinonim. Elə burada A bəndə doğrudur. Ban və prohibit hər ikisi qadağan etməkdir. Burada B-də fortunate bu
deməli, şanslı deməkdir. Painless, pulsuz. Deməli, B olmaz. C-də discrimination, qeyri-seçkilik, ayrı-seçkilik, fairness, ədalətlilik, bu da yəni yaxın məna deyil. Fetch gətirmək, borrow, borc vermək yaxın məna deyil. Splendid, möhtəşəm, ordinary, adi, yaxın məna deyil. 17-yə baxırıq. To declare. To declare elan etmək, deməli olacaq proclaim. Deməli, B gələcək 1B. 2-də damage or injure, inciyə, boğuldu, zərər vermək olacaq Y. 2-inki Y-dir. 3-də the money that you spend on something, bu xərc eləyəcək D. 3D məsrəf xərc. 4-də a group of people who share the same language, bu race olacaq C bəndi. 5-də də ki, an organized group of criminal, bu kriminal bir dəstə, banda deməkdir. 5-də də A. Deməli, B, Y, D, C, A. B, Y, D, C, A. B bəndi doğru cavabdır. 18-ci suala baxırıq. Greed, acgözlük, tamahkarlıq, deməli 1 gedəcək. D. Birdir. Anxiety, narahatlıq olacaq B. Lightning, yüngülləşdirmək, işıqlandırmaq. Bu da olacaq A bəndi. 3A. Adventure, macera olacaq Y. An unusual, exciting, impossible, dangerous activity. Wales var, dövlət də gedəcək. Large amount of money, çoxlu miqdarda pul. Bu da C-yə gedəcək. D, B, A, Y, C. D, B, A, Y, C. D bəndə doğru cavabdır. 19-cu sualda səhv istəyir. A lot magazines olmaz. Bu yanlışdır. A lot of magazines olardı və yaxud lots of olardı. 2-də plenty of shops, bu doğrudur. Only'dən sonra ya only a little olar, only a few ya da only some, bu da doğrudur. A number of police officers olardı, bu da yanlışdır. Bizdə də yanlışları istədiyinə görə 1-4 doğru cavabımız olacaq. 20-ci suala baxırıq. 20-ci sualda would prefer özündən sonra to tələb edir. Deməli, 1 doğrudur. 2. Would prefer'dən sonra gerund gəlməz. Ya to gəlməlidir, ya da isim gəlməlidir. Yenə 3 yenə yanlışdır. 4-də would prefer'dən sonra to gəlib və razizədən sonra tusuz gələr. Bu da doğrudur. Deməli, 1-4 A bəndi doğru cavabdır. 21-ə baxırıq. A bunch of grapes, bir salxım üzüm doğrudur. 2. A loaf of sugar olmaz. A loaf of bread olar. Bir kömbə, bir ədəd qənd olar. Deməli, 2 yanlışdır. 3-də a sheet of paper, bu doğrudur. Vərəq, bir parça kağız, bir vərəq kağız deməkdir. Deməli, 4 a sack of rice cəmdə olduğuna görə yanlışdır. Düyü cəmlənmə sayılmayan isimdir. A jar of honey, bu doğrudur. 4-də a lump of tea olmaz. Yəni, a cup of tea olardı. A can of petrol, bu doğru ifadədir. Bir banka, bir qab petrol, benzin. Deməli, 1, 3, 5, 7. C bəndə doğru cavab olacaq. 22-yə baxırıq. To do one's this doğru ifadədir. 2-də to have business olmaz. To do business olar. 2 yanlışdır. To make a promise doğrudur. Yəni, bunları bilmək üçün bunları əzbərləmək lazımdır. To make və to do ilə işlənən ifadələri əzbər bilmək lazımdır. To do a course, bu doğru ifadədir. To have a rest doğrudur. To do a fence olmaz. To make a fence, to make an excuse. Bunlar make ilə işlənir. Deməli, 1, 3, 4, 5. 1, 3, 4, 5 D bəndə doğru cavabdır. 23-cü sual sifətlə bağlıdır. Yəni, müqayisə dərəcəsinin qarşısında bir halda Z işlənir ki, nə qədər çox, bir o qədər az, nə qədər çox, bir o qədər çox, belə tərcümə olunur. Burada deyir ki, the more we saw, the less we could believe. Nə qədər çox gördüksə, bir o qədər də biz az inana bildik. Deməli, burada olacaq doğru cavab 7. Çünki digərlərindən, yəni bu hazır bir gəlibdir də, the more, the less, the more bu cür işlənir. 24-də baxırıq. Abolish, ləğv etmək. Deməli, olacaq to end an activity by law. Beg, yalvarmaqdır. To ask somebody very strongly. Essential da vacib, necessary olacaq. 1, B, C, A. B, C, A, deməli, A bəndə doğru cavabdır. 25-ci suala baxırıq.
I heard the dog to bark olmaz. Çünki heard yəni hear əqlamlaş bildirən feildir. Özündən sonra feili ya tuzsuz ya da ing ilə tələb edər. Ona görə bir yanlışdır. Watched the monkey, I watched the monkey jumping doğrudur. Watched əqlamlaş bildirən feildir. Özündən sonra ya tuzsuz ya da ing ilə tələb edər feili. Bu doğrudur. He made her tell the truth. Make məcbur etmək mənasında bilirik ki, özündən sonra feili heç nəsiz tərəf, yəni nə to olur, nə ing olar. Ona görə 3 doğrudur. Don't let them come yanlışdır. Letdən sonra feil heç nəsiz gəlir. Letdən make-dən sonra feilin nə sonunda ing, nə də qarşısında to olar. Deməli 4 yanlışdır. Deməli, sonra 5-ə baxırıq. My mother wishes me to be doğrudur. Wish özündən sonra gələn feili to ilə tələb edir. The little girl was made. Deməli, make bir halda özündən sonra to tələb edir ki, o məchul növdə olsun. Bunun məchul növdə olduğunu da bilmək üçün onun qarşısında gələn to be-dən bilirik. To be-nin formalarından bilirik. Ona görə məchul növdədir və özündən sonra to-nun gəlməyi normaldır. Grandfather made a decision to inherit. Deməli, his house. Deməli, burada make axı hər dəfə məcbur etmə mənasında deyil, axı bəzi ifadələr var ki, onların tərkibində make var və bu zaman özündən sonra to tələb edir. Make a decision da özündən sonra to tələb edir. Ona görə 7 doğrudur. Deməli, burada bir dənə oldu, 1 yanlış oldu, bir də 4 yanlış oldu. 5 dənə doğru cavabımız var. Yebəndi doğrudur. 26-ya baxırıq. Deyir ki, Aynur mənə yaxınlaşdı və mənim ona vermiş olduğum kitabı geri qaytardı. Deməli, keçmiş, bir də keçmiş, yəni mən əvvəl ona vermişəm, əvvəl bu hərəkət olub. Kitabı yəni ona verdim, keçmiş bitmiş və keçmiş sayda. Deməli, doğru cavab olacaq deməndi. Çünki digərində keçmişlə indiki uzlaşmaz. Burada indiki keçmişlərdir, sonra gəlir indiki bitmiş uzlaşmaz. Yenə indiki sadə, sonra gəlib indiki bitmiş. 7-dəki yenə indiki sadə, keçmiş sadə uzlaşmaz. 27-ci suala baxırıq. Biz stadiona yağış başlamazdan əvvəl çatmışıq. Yəni, birinci bizim ora çatmağımız olub. O hərəkət əvvəl olub. Yəni, artıq yağış başlayanda biz ora çatmışdıq, keçmiş bitmiş zamanda. Deməli, aya baxıram. Before the rain began, we reached the stadium. Burada keçmiş bitmişlik bir şey yoxdur. Ona görə yanlışdır. B-də before the rain began yox, began olardı. Keçmiş sadədə olardı. Ona görə yanlışdır. Deməli, burada dedik ki, began olmalıydı. Daha doğrusu orada yox. Burada bəndə ona görə yanlışdır ki, çünki burada demək bitmiş bir hərəkət yoxdur. B-də began yox, began olardı. C-də keçmiş sadə ilə indiki bitmiş uzlaşmaz, ona görə yanlışdır. D-də D ilə doğru cavabdır. Yox, D doğru deyil. Çünki burada had reached id olmalıydı. Ona görə yanlışdır. Amma Y doğru cavab olacaq. 28-ə baxırıq. She is a woman about-dan sonra whom olardı. Ona görə A yanlışdır. 2 doğru cavabdır. He is a woman about whom. Bu doğru cavabdır. C-də woman-dən sonra which gəlməz. Axı canlı isimdən sonra ya who gələr, ya z gələr. Ona görə C yanlışdır. D-də the woman-dən sonra canlı olduğuna görə ya who, ya z gələr. What feildən sonra gələrdi. Y-də isə about z olmaz. Z-dən əvvəl söz önü gəlmir. 29-cu suala baxırıq. There are 11 students in the classroom, neither of them is ready. Burada deməli elə yanlışlıq buradadır, yanlış variant istəyir. Deməli, sinifdə 11 şagird var, onların heç biri hazır deyil. Neither of them ikisindən heç biri deməkdir. Amma burada olmalıydı ki, none of them olmalıydı. 3 və daha çoxundan heç biri deyərkən none-dan istifadə olunur. B-yə baxıram. They don't have to get düzdür bu. To get up early. Deməli, have to-nun sualı yəni do ilə daysan düzəlir. İnkarda don't-la düzələr, doesn't-la düzələr. Bu doğrudur. C-yə baxıram. To have breakfast, to have lunch. Bunların
inkar forması don't-la düzəlir. Bu da doğrudur. Neither she nor he, deməli neither nor ifadəsində uzlaşma, sonuncu mübtəda təkcə tək xəbər, cəmcə cəm xəbər olar. Deməli bu da doğrudur. 7-də ki needn't modal feildir. Özü ilə düzəlib inkarı, özündən sonra da feil tuzsuz işlənir. Bu da doğrudur. Bizdən yanlışı istəyirdi. Yanlış cavabımız 29-dur. 30-cu suala baxırıq. Deməli bizdən burada sinonimlər istəyir. Birinci, attendance iştiraki, absence yoxluqdur. Deməli bir yanlışdır. Cause, reason doğru cavabdır. Hər ikisi səbəb deməkdir. Victory qələbə, defeat məğlubiyyət. Bu yanlışdır. Poverty kasıbçılıq, wealth zənginlik, bu da yanlışdır. Deməli sinonim deyil. Gain, achievement, hər ikisi eyni mənanı ifadə edir. Deməli sinonimdir. Boring, dreary, bunlar da sıxıcı deməkdir. Deməli bu da deməli sinonimdir. Deməli olacaq 2, 5, 6. C bəndə doğrudur. Gain, achievement orada hər ikisi nailiyyət deməkdir. 31-ə baxıram. Can you tell me? İkinci tərəfdə heç vaxt sual forması olmaz. Deməli ada did keçib the children-dan əvvələ sual forması yaradıb. Deməli A səhvdir. B-yə baxıram. When-dən sonra have, has olmaz. Ona görə yanlışdır. C-də yenə həmin yəni have, has var, həm də keçib əvvələ. D doğru cavab olacaq. Y-də isə when-dən sonra had olmaz. Bu da yanlışdır. Keçirik 32-ci suala. I needed to revise the text again. Deməli burada id varsa, deməli bu əsas feil, modal feil olarkən idin sonunda nə es, nə id, heç nə olmaz. Yəni modal feil, yəni tam necə ki can-i biz necə işlədirik, o da onun kimi. Baxırıq aya. Deməli bu modal feil deyilsə, bunun sualı inkarda need-lə düzəlmir deyə hardan need varsa üstünə xətt çəkirəm. Deməli need olmaz. Bir dənə doğru cavabımız oldu ki. Çünki mən yuxarıdakı cümlənin sualını düzəltsəydim, did-dən istifadə edərdim. Did, I, need deyərdim. İd üstünə xətt çəkərdim. Ona görə aşağıda mənə did lazım olur. 33-ə baxıram. Burada altına xətt çəkilmiş sözə sual veririk. Deməli, sən bizim kəndə bu həftə qayıtmısan. Bu həftəyə sual verim, nə vaxt qayıtmısan? Deməli, bu indən sonra have, has gəlməz. Ona görə B, D-nin çıxıram. 7-də ki, o indən sonra köməkçi feil gəlməlidir. Yəni did olmalıdır, olmaz. Yəni yoxdur, ona görə çıxıram. Və adada ki, did olunda feil qayıtmalıdır əvvəlki vəziyyətinə, sonunda id olmazdı. Bir dənə doğru cavabımız oldu. C bəndə when did you return to your village? Və indən sonra həfəz gəlmir, indiki bitmiş zaman işləmir deyə əvəzinə keçmiş sadə zaman işlədirik. 34-cü suala baxırıq. Such a little information yanlışdır. Suchdan sonra a little o zaman işlənər ki, ondan sonra sayıla bilən tək isim gəlsin və orada o quantifiers kimi yox, sadəcə sifət kimi, yəni balaca kimi işlənsin. Burada işlənə bilməz, yəni bir yanlışdır. 2-dən solunun sağında, solunda e article işlənməz, en işlənməz. 3 doğrudur. Only a few people doğrudur. Lots of time doğru ifadədir. So'dan sonra e article gəlməz dedik. Such a little cat, burada deməli saçdan sonra o zaman a little gələr ki, sayıla bilən tək isim olsun. Elə balaca pişik, burada balaca mənasındadır. So'dan sonra e article gəlməz. Yanlış. Enough time, enough'dan sonra sayıla bilən cəm və yaxud sayılmayan isim gələr, doğrudur. Doğru cavabımız olacaq 3, 4, 6, 8. Deməli, A bəndi doğru cavabdır. 35-ci suala baxırıq. Cümlə verilib vasitəsi nitqdə, biz onu vasitəli nitqə çevirməliyik. My mother said to me, go into the kitchen and have breakfast. Deməli, əmr cümləsi olduğuna görə biz to-dan istifadə edəcəyik. Aya baxıram ki, A-da go-nun qarşısında to yoxdur, ona görə bu yanlışdır. B-də told me to go into the kitchen. Elə B doğru variant olacaq və and olanda to birində yazılır, ikisinə də aid olur. C-də deməli askdan sonra to gəlmir. To-nun yeri me, sonra to go olardı. Ona görə bu yanlışdır. D-də də ki told me to go to the kitchen. Burada iki tərəfin ikisinə də to olmaz. To birində yazılır, ikisinə də aid olur. Y-də də ki told me to go olmalı. To yoxdur, ona görə yanlışdır.